Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb. Yeni sərəncam əsasən Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları, eləcə də digər ölkələrin vətəndaşı olan türksoylu xalqların nümayəndələri Türkiyədə öz peşə və sənətini sərbəst şəkildə icra edə biləcəklər. Beləliklə türksoyluların həm dövlət, həm də özəl müəssisələrdə çalışması mümkün olacaq. Kriterleri ibraz etmeleriyle birlikte istihdamlarının daha kolay olabileceği anlaşılmaktadır. Buradan amacın Türk devletlerinin ve Türk dünyasının önümüzdeki süreçte birlik, beraberlik ve entegrasyon hedefli olarak kaynaşmak ve bir bütün olarak hareket edebilmek ve diploma ve çeşitli sertifikaların karşılıklı olarak tanınırlığıyla alakalı olarak da adımlar atıldığı görülmektedir. Bunun önümüzdeki dönemde Türk devletlerinin vatandaşlar bazında birbirleriyle entegrasyonda kolaylıklar sağlayacağı anlaşılmaktadır. Qərara əsasən türksoylu şəxslərin Türkiyədə işləyə bilməsi üçün bir sıra şərtlər də müəyyən olunub. Bunlara Türkiyədə yaşayış icazəsinin olması, ixtisas və peşə uyğunluğunu sübut edən sənədlərin təqdim edilməsi, təhsil sənədlərinin tanınması, təhlükəsizlik baxımından hər hansı riskin olmaması və peşə təşkilatlarına üzvlüklə bağlı sənədlərin təqdim edilməsi daxildir. Eyni zamanda müvafiq sahələr üzrə peşə sənədlərinin Türkiyənin aidiyyəti qurumları tərəfindən tanınması da əsas şərtlər sırasındadır.